Bilim Azərbaycan layihəsi uğurla davam edir. 2021-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyənin TEC fondunun arasında imzalanmış memorandum əsasında layihə həyata keçirilir. Əsas məqsəd 6-14 yaş qruplarında məktəblərin, şagirdlərin elmə, texnologiyaya, innovasiyalara və sahibkarlığa olan marağın artırılmasıdır. Və layihə çərçivəsində Bilim Bakı mərkəzi artıq 3 ildir fəaliyyət göstərir. Bu dövr ərzində 120 mindən artıq paytaxt məktəblisi təlimlərdən yararlanmışlar. Eyni zamanda qeyd etmək istərdim ki, mərkəzin şagirdləri yerli və beynəlxalq yarışlarda və olimpiyadalarda yüksək nailiyyətlər əldə etmişlər. Hazırda gördüyünüz kimi layihəmiz bölgələrə doğru genişlənir. Bilim Quba mərkəzinin açılışı regionda innovasiyaların və texnologiyaların inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Mərkəzdə 4 laboratoriya fəaliyyət göstərəcəkdir. Eyni zamanda DNA texnologiya proqramı üzrə seçim imtahanlarını uğurla keçmiş Quba və ətraf rayonlardan olan 80-ə yaxın şagird 3 il ərzində süni intellekt, kibertəhlükəsizlik, əşyaların interneti, alternativ enerji və bu kimi texnologiyalar üzrə bilik və bacarıqlarını artıracaqlar və bu da onlara imkan verəcək ki, onlar 21-ci əsrin tələblərinə uyğun formalaşsınlar. İnanırıq ki, mərkəz yalnız regionun inkişafına və gələcəyinə deyil, ümumilikdə ölkəmizin inkişafına və gələcəyinə öz böyük töhfəsini verəcəkdir. Təşəkkür ederim.